Üçüncü hissə, çaşqınlığı və narahatlığı aradan qaldırmağın 20 yolu. Başqaları ilə qurduğunuz münasibətə baxışınızı dəyişməyə çalışın. 61. İnsanlara xidmət edin. Məmnun bir həyat üçün başlanğıc nöqtəsi. Narahatlıq haradan qaynaqlanır? Arzu və ya hər hansı bir bağlılıqla mürəkkəbləşməyən tam aydınlıq vəziyyəti, bu Zenin hər şeydən əvvəl vurğuladığı heçlik vəziyyətidir. Bu təfəkkür boşluğu Buddanın təlimlərinin, həmçinin onun keçicilik və illüzyonluq haqqında əsas anlayışlarının qayəsini təşkil edir. Budda deyir ki, insan əzabları bu keçicilik və illüzyonluq haqqında məlumatlı olmadıqda baş verir. Başqa sözlə desək, çaşqınlığımız və narahatlığımız dünyanın daim dəyişdiyini qəbul edə bilməməyimizdən, özümüzə və malımıza, eləcə də bizi əhatə edən insanların heç vaxt dəyişməyəcəyinə inanmaqdan, ya da şuursuz bir ümiddən qaynaqlanır. Məhz belə bir ümid bizə xəyanət edəndə əzab çəkirik. Hər şey yerdə qalan hər şeyə təsir edir. Məsələn, xoşbəxt olmaq istədiyinizə qərar versəniz, ətrafınızdakı insanların da xoşbəxt olması lazımdır. Bu, bir növ başqalarına xidmət etməklə öz xoşbəxtliyinizi yaratmaqda yardımcı ola bilmək kimidir. Var olana və həmişə olması lazım olana inamınızdan yapışıb qalmayın. Heç kəsə və heç nəyə bağlanmamağı məşq edin. Bununla siz başqalarının xoşbəxtliyinə xidmət etmiş olarsınız. Bunu nəzərə alın, o zaman həyatdan daha çox məmnun qalacaqsınız. 62. 3 zəhərdən qurtulun. Zen düşüncə tərzini həyatınıza gətirin. İstəklərinizi və qəzəbinizi nəzarətdə saxlayın və əsl mahiyyəti anlamağa çalışın. Buddizmdə 3 zəhər dediyimiz bir məfhum var. Bunlar real içə biləcəyiniz zəhərlər deyil. Zen təlimi onlara ehtiraslar və ya dünyəvi arzular kimi istinad edir. Onlar insan izdirablarının köküdür və aydınlanmaya mane olur. 3 zəhər tamahkarlıq, qəzəb və cahillikdir. Biz tamahkarlıqdan əziyyət çəkəndə istədiyimiz hər şeyi əldə etdikdən sonra yenə də daha çoxunu istəməkdə davam edirik. Qəzəb bizi ən kiçik şeylərə görə özümüzdən çıxarır və bir dəfə bizi təhrik etdikdə onu başqalarına püskürdürük. Cahillik axmaqlıq vəziyyətidir. Biz sağlam düşüncə və bilikdən xəbərsiz və təhsildən məhrumuq. Amma əslində bizim həqiqi Budda təbiətimiz haqqında anlayışımız yoxdur. Nə qədər ki özümüzü bu 3 zəhərlə idarə etməyə icazə veririk, biz dinclik tapa bilməyəcəyik. Bunun əksinə olaraq Zen Buddizm təlimində deyilir ki, əgər biz bu 3 zəhərdən və ya dünyəvi əzablardan qurtulsaq, xoşbəxt və azad yaşaya bilərik. 3 zəhərdən hər hansı birinin özünü biruzə verməyə başladığını görsəniz, nəfəsinizi tənzimləyərək zehninizi sakitləşdirməyə çalışın. Bu, bəlaların yayılmasını dayandıra bilər. 63. Minnətdarlıq hissini inkişaf etdirin. Təsadüfi bir ifadənin daha dərin mənası. Şəfqət dolu bir neçə sadə söz. Kimsə necəsən deyə soruşanda Yaponca okagesama və ya hər şey yaxşıdır, Allaha şükür deyə cavab veririk. Bizim cavabımız həmişə belə olur. Bu, sevimli və məncə Yaponca gözəl hal əhval tutmaqdır. İnsan yalnız öz mehribanlığı ilə yaşaya bilməz. Biz başqalarının dəstəyinə ehtiyac duyuruq və onların sayəsində çətinliklərin öhdəsindən gəlirik. Nə qədər aydın görünsə də biz hələ də unutmağa meyilliyik. Və unutmağa nə qədər çox meyilləniriksə, bu hissləri sözlə bir o qədər çox çatdırmalıyıq. Yapon dilində sabahınız xeyir, ohayo gozaimasu kimi səslənir və hərfi mənada erkəndir deməkdir. Bu ifadədə nə gizlənir? Gün erkən başlayıb və bu günə qədər sağ-salamat gəlib çıxmışıqsa, gəlin daha yaxşısına can ataq. Yapon dilində başqa bir ümumi ifadə yeməkdən əvvəl söylədiyimiz itadakimasudur. Bu, ləzzət alacağımız şeylərə görə minnətdarlığın ifadəsidir. O, həmçinin bizim üçün yemək hazırlayan insanlara minnətdarlıq hissini ifadə edir. İstər balıq, istərsə də tərəvəz olsun, qida hələ də həyatı ehtiva edir. Biz bu həyatla bəslənir və yaşamağa davam edirik. Buna görə biz çox minnətdarıq. Itadakimasu bütün bu hissləri ifadə edir. Bu ümumi ifadələr o qədər tanışdır ki, sizə mexaniki gələ bilər. Lakin onlar özündə dərin məna və duyğular yaşayır. 64. Nə hiss etdiyinizi dilə gətirmək əvəzinə göstərin. Əsl niyyətinizi çatdırmağın ən yaxşı yolu.
Yaponların darvazanın ağzını sulamaq təcrübəsi Uchimizu'nun fəlsəfəsini anlayaq. Nə hiss etdiyinizi heç bir söz demədən sakitcə ifadə etməyə çalışın. Əsl niyyətinizi çatdırmağa gəldikdə isə hərəkətlər sözlərdən daha yüksək səslə danışır. İsti yay günündə kiminsə qonaq gələcəyini gözləyirsiniz. Onlar gəlməmişdən əvvəl darvazanın ağzını sulayın. Bu, evinizin girişini təmizləməyə və qonağınızın özünü arzu olunan hiss etməsinə xidmət edir. Qonaq səkidə buxarlanmağa macal tapmamış suyu ya da çiçəklərin üzərindəki damcıları görüb fikirləşəcək. Ay, məni gözləyirlər, necə də qonaqpərvərdirlər. Burada qətiyyən hər hansı bir məcburiyyət və ya israr yoxdur. Bu, sadəcə olaraq Yaponlara xas olan lütfkar qarşılanma və gözəl jestdir. İstəklərinizi və ya niyyətlərinizi çatdırmağa gəldikdə israrlı və iddialı olmağın mənası yoxdur. Yaponlar həmişə hisslərini şərh etmək üçün 6-cı duyğuya sahib olublar. İstər başqalarına uyğunlaşmaq, istərsə də susqun anlayış haqqında. Biz başqaları ilə aldığımız hər nəfəslə və ürəyimizin təbiyyətini unutmadan ünsiyyət qururuq. 65. Fikrinizi ifadə edin, amma sözlə deyil. Görə bildiyiniz heç də hamısı deyil. Zen rəsmləri niyə tuşla çəkilir? Zen fəlsəfəsi aşağıdakıları doğru hesab edir. Ruhani oyanış sutraların hüdudundan ötürülür. Bunu sözlərlə, hərflərlə yaşamaq olmaz. Bu o deməkdir ki, zen təliminin mahiyyəti sözlə ifadə edilə bilməz. Nə yazılı, nə də şifahi. Zen rəsmləri buna misaldır. Zen rəngkarlığında birdən çox rəng istifadə edilmir. Yalnız mürəkkəbin tək çaları. Səbəb? Hesab edilir ki, həqiqi gözəllik rənglərlə ifadə oluna bilməz və rənglər gözəlliyin qeyri-mükəmməl ifadəsidir. Bu səbəbdən də rənglərdən qaçılır. Qüruba enən günəşin əzəmətini hər birimiz fərqli yaşayırıq. Hamımız bu rəngi al-qırmızı kimi təsvir etsək belə, hər birimiz onu fərqli şəkildə qəbul edə bilərik. Rəssam yalnız mürəkkəbdən ifadə etməklə hər bir tamaşaçıya qürubun qırmızı rəngini istədiyi kimi yaşamağa imkan verir. Bax, elə buna görə də zen rəsmində bircə mürəkkəbdən 5 rəngin hamısını yaşıl, mavi, sarı, bənövşəyi və qırmızını ifadə etmək üçün istifadə olunduğu deyilir. Mürəkkəbin çalarında sonsuz rəng qammasını tapa bilərsiniz. Tamaşaçıdan asılı olaraq mürəkkəb müxtəlif çalarlar alır. Gördüyünüz heç də hamısı deyil. 66. Başqalarının məziyyətlərinə fokuslanın. Xüsusən də onların nöqsanları üzə çıxdıqda. İstər bağlarda, istərsə də münasibətlərdə əsas olan harmoniyadır. Yapon bağları müxtəlif komponentləri kəsib landşaftın üzərinə yapışdırmaqla tərtib edilmir. Bağ bütünlüklə hər bir elementin, qayanın forması və ya müəyyən bir ağacın necə əyilməsi kimi özünə məxsus xüsusiyyətlərdən maksimum istifadə edərək salınır. Bağ salarkən hər hansı bir elementdən maksimum faydalanmaq nə deməkdir? Deyək ki, bir bağda bir neçə ağac olacaq. Biz sadəcə ağac əkməklə işimizi bitmiş saya bilmərik. Hər hansı bir ağacın ideal formasını müəyyən etmək vacibdir. Bu ağac hansı əhval-ruhiyyə bəxş edir? Bu ağacı necə əkməliyik? Hansı vəziyyətdə və hansı istiqamətdə baxacaq? Ən cəlbedici xüsusiyyətlərini ortaya çıxarmaq üçün nələr etməliyik? Və s. Başqa sözlə desək, biz hər bir ağacın özəlliyini dəyərləndirməli və yalnız bundan sonra onu əkməliyik. Ağacın mahiyyətini dərk etməklə onun bağın digər elementləri ilə harmoniyaya gətirə bilərik. Eyni şey insanlar arasındakı münasibətlərə də aiddir. Anlaşmaq üçün özümüzün və başqalarının fərdiliyini tanımalıyıq. Bu o demək deyil ki, siz başqasına uyğunlaşmalısınız. Ancaq başqalarının məziyyətlərinə diqqət yetirərək gözəl bir münasibət yarada bilərsiniz. 67. Biri ilə əlaqənizi dərinləşdirin. Həyatda bir dəfənin həqiqi mənası. Diqqətinizi bir görüşə cəmləyin. İndi insanları sanki ancaq səthi münasibətlər maraqlandırır. Onların dost-tanış çevrəsi nə qədər geniş olsa, bir o qədər yaxşıdır. Ən əsası isə sosial şəbəkədir. İş dünyasında əlbəttə ki, bu çox vacibdir. Lakin şəxsi həyatınızda dost çevrənin kiçik olmasının ziyanı yoxdur. Etibar edə biləcəyim insanların çox olacağını gözləmirəm. Bircə əhəmiyyətli münasibət qurmaq yüzlərlə səthi əlaqədən daha yaxşıdır. İstənilən halda bu mənim fikrimdir. Zendən gələn bir ifadə var. Ichi go, ichi e və ya həyatda bir dəfə.
Bu, o deməkdir ki, biz hər bir görüşə dəyər verməliyik. Çünki bir insanla həyatımızda yalnız bir dəfə qarşılaşa bilərik. Bu görüşlərimizin sayını artırmağımız və ya daha çox dostumuzun olması lazım olduğu anlamına gəlmir. Tək bir görüşə fokuslanın və mənalı bir əlaqə qurun. Önəmli olan əlaqələrinizin sayı deyil, onların dərinliyidir. 68. Vaxtınızı düzgün bölüşdürün. Bu, münasibətlərə də aiddir. Nə çox tələsin, nə də çox rahat olun. Yapon dilində sottaku doji ifadəsi var ki, bu da sözün əsl mənasında daxilən və zahirən eyni vaxtda deməkdir. Bu ifadə cücə öz yumurtasından çıxan zaman baş verənləri təsvir etmək üçün istifadə olunur. Birinci hissə cücə və onun qabığın içindən dimdikləyib çıxmasına aiddir. İkinci hissə cücəni eşidən ana quşun cavabı və onun öz balasına kömək etməsi üçün yumurtanı bayırdan dimdikləməsidir. Bu çox incə bir məqamdır. Cücə tam formalaşmamış valideyn yumurtanın qabığını sındırsa, balası öləcək. Buna görə də valideyn içəridən gələn səsə çox diqqətlə qulaq asmalı və qabığı qırmağa kömək etmək üçün xaricdən öz ehtiyatlı dəstəyini əlavə etməlidir ki, cücə yumurtadan təhlükəsiz şəkildə çıxsın. Başqa sözlə desək, sottaku doji onların hər ikisi üçün ideal vaxtı tapmaqdır. Bunun uşaq böyütməklə necə əlaqəli olduğu açıq-aydın görünür. Lakin onun başqa tətbiqləri də var. İş yerində kiməsə təlim keçərkən onu tələsdirə və ya çox rahat buraxa bilərsiniz. Sizə təlim keçildiyi zamansa irəliləməyə hazır olduğunuza dair siqnal göndərmək sizin məsuliyyətinizdir. Ən yaxşı nəticələr hər iki tərəf doğru zamanı seçə biləndə və bu sinxron baş verəndə ortaya çıxır. 69. Hamı tərəfindən bəyənilmək istəyindən qurtulun. Bu, hətta zen rahiblərinə də aiddir. Can atmayın, qərəzli olmayın, həddən artıq təlaşlı olmayın. İnsanlar arasında münasibətlər mürəkkəb ola bilər. Nə qədər çalışsan da hamıya qərəzsiz yanaşmaq çətindir. Hətta zen məbədindəki rahiblər də həmişə bir araya gəlmirlər. Özünüzə, mən bu insanla yaxşı münasibət qurmağa çalışacağam və ya mən bu insanı daha yaxşı tanıyacağam deməyə ehtiyac yoxdur. Kiminləsə yoldaşlıq etmək və ya dostlaşmaq ideyasından yapışıb qalmaq sizə mane olacaq. Bu zaman istər-istəməz bəyənilmək istəyinə qapılacaqsınız. Bu isə yalnız gərginlik yaradacaq. Can atmayın, qərəzli olmayın, həddən artıq təlaşlı olmayın. Niyə mənasız bağlılıqdan azad olmayaq və daha rahat davranmayaq? Mən sizə qeyri-populyar olmağa çalışmağı təklif etmirəm, amma eyni zamanda da bəyənilmək üçün çox səy göstərməyin deyirəm. Çiçək açanda kəpənək təbii olaraq onu tapır. Ağaclar çiçəklənəndə dörd bir tərəfdən quşlar budaqlara axışır. Yarpaqlar quruyub düşəndə isə quşlar gəldiyi kimi gedir. İnsanlar arasındakı münasibətlər o qədər də fərqli deyil. 70. Hər şeyi doğru və yanlışa ayırmayın. Söhbət kompromisdən gedir. Ağ və qara arasında vurnuxsanız, boz rəngin gözəlliyini əldən verərsiniz. Buddizm son dərəcə tolerant bir dindir. Buddistlər qara və ağ düşünmürlər. Bəzi şeylər ağ, bəziləri qara, aralarında isə müxtəlif bozçalarları var. Buddizmin mərkəzində bu geniş baxışlı ruh dayanır və onun Yaponiyada necə kök salması ilə çox əlaqəsi var. Şintoizm ta qədim zamanlardan Yaponiyada kök salıb. Buddizm isə Çindən bir anda gəldi. Yaponlar Şintoizmi Buddizmə qarşı qoymaq əvəzinə bu iki dinin bir yerdə mövcud ola biləcəyini düşündülər. Yaponların Honji Suijaku konsepsiyasına görə Şinto tanrıları Budda tanrılarının təzahürləridir və onlar birlikdə Gongen adlanan yerli Şinto ziyarətgahlarında təqdis olunan bölünməz bir bütövrü təşkil edir. Söylədiklərim son dərəcə yayğın görünə bilər, amma məhz belədir. Bu, Yapon müdrikliyinə əla nümunədir. Bu kompromis tapmaq və münaqişədən qaçmaqla hər iki tərəfin bir arada yaşaması üçün bir yoldur. Heç nəyi doğru və ya yanlış, qara və ya ağ kimi müəyyən etmək lazım deyil. Bu və ya digər tərəfə keçmək əvəzinə kompromis ən yaxşı yol ola bilər. 71. Hər şeyi olduğu kimi görün. Nifrət və məhəbbət eyni təbiətə malikdir. Bəyənmək və ya bəyənməməkdən qaçmağın ən yaxşı yolu. İş münasibətləri adətən mürəkkəb olur. Kimsə deyə bilər ki, bütün günah mənim tabeliyimdə olandadır və ya kaş o mənim müdürüm olmasaydı.
Bəzi həmkarlarımızla yollarımızın heç vaxt kəsişməməsinin daha yaxşı olacağını düşünə bilərik. Lakin biz həmin insanlarla işləmək məcburiyyətində qaldıqda başqa seçimimiz olmur. İnsan münasibətlərindəki çətinliklər bunun əbədi bir mövzu olduğunu söyləyə bilərsiniz. Zen bağlarının atası kimi tanınan Muso Kokushi bir dəfə belə demişdi. Həyatın adi eniş-yoxuşları kontekstində Zenin əsas məramı mənfi cəhətlərin qarşısını almaq və müsbətə kömək etmək deyil. Əksinə, insanlara eniş-yoxuşun təsiri altında olmayan fundamental reallığa yönəltməkdir. Saf reallığa yönəltmək. Bu, məsələn, qatı düşməninizə anım mərasimi keçirməklə və ya öz əməllərinizi etiraf etməklə pis əməli yaxşılığa çevirə biləcəyiniz mənasına gəlir. Başqa sözlə, həm bədbəxtlik, həm də bəxti gətirmək eyni mənşəyi bölüşür. Nifrət və məhəbbət əslində eyni təbiətə malikdir. Bəs onda onların əsl mahiyyəti nədir? Qısa desək, bu sizin öz ağlınızdır. Seçimlərimiz, bəyəndiklərimiz və bəyənmədiklərimiz, hər şey öz ağlımızın məhsuludur. Zen buddizmdə biz deyirik, aydınlanmaya çatanda bəyənmə və ya bəyənməmək aradan qalxır. Hər şeyi olduğu kimi görə bildiyimiz zaman qərəzimiz yoxa çıxır. 72. Məharətlə kənarda qalın. Vecsizlik həm də buddist hikmətidir. 8 bal gücündə əsən küləyə belə davamlı olmaq. Sözlər vacibdir, ancaq sözlərə uymamaq daha vacibdir. İşdə və ya sosial situasiyalarda bizə ünvanlanan sözlərdən yaralandığımız anlar ola bilər. Kimisə həvəsləndirmək niyyəti ilə deyilən sözlər belə qəddarlıq və ya sərtlik kimi qəbul edilə bilər. Həmkarınızın bir kəlməsi sizi xəncər kimi yaralaya bilər. Lakin mənfi şərhlər tez unudulmalıdır. Bunu vecinə almadan məharətlə etmək olar. Zen zehninin 8 bal gücündə küləyə belə davamlı olduğu deyilir. Vəziyyətdən asılı olmayaraq təlaşsız qalmağa, hətta sakit və yaxşı əhval-ruhiyyədə olmağa çalışın. Özünüzü ətrafınızdakı hər şeyə bağlılıqdan azad etməyə çalışın. Sözlərə də bağlı qalmayın. Kiminləsə münasibətiniz gərgin olsa belə, münasibətə bağlı olmayın. Onu məsafədə saxlamağa çalışın. Bu, Buddanın hikmətidir. Azad yaşamaq üçün azad təfəkkür əldə etməliyik. 73. Baş verənlərə qazanc və ya itki gözü ilə baxmayın. Zəif tərəflərimizi necə dərk edirsiniz? Biriləri ilə yaxşı, digərləri ilə pis yola gedirik. Qarşı tərəf üçün də bu doğrudur. Zəif cəhətlərimizin olmaması imkansızdır. Kiməsə heç bir zərər vermək və ya təhqir etmək istəməyə bilərik. Lakin onların sözlərinə və ya hərəkətlərinə görə əsəbləşir və ya inciyirik. Çox güman ki, sizə bu cür təsir edən birini tanıyırsınız. Bu insanlar bizi necə tapırlar? İcazə verin, zen düşüncəsində ishiki və ya mental şuur anlayışını qısaca izah edim. Siz ilk dəfə kiminləsə rastlaşırsınız və düşünürsünüz. O, nə xoş qadındır. Və ya deyəsən mən onunla yola gedə bilərəm. Bu, ishikinin ağıl və ürəyə uğurun ilk heroqlifinə aiddir. Bəs ikinci personaj, Shiki haqqında nə demək olar? Bu, kiminsə dəyərini mühakimə etməkdir. Bu adam mənim karyeram üçün faydalı ola bilər. Və ya bu adam məni heç yerə aparıb çıxarmayacaq. Bunu nə qədər çox etsək, zəif tərəflərimiz bir o qədər üzə çıxır. 100 adamın 100 müxtəlif mülahizə və ya mühakimə yürütmə üsulu olacaq. Qazanc və ya itki zehniyyətinə sahib olmaq və kiminsə faydalı olub-olmadığını düşünmək əvəzinə, kiminsə uyğunluğunu və ya uyğunsuzluğunu düşünün. Bunu etsəniz, münasibətlərinizdə olan bir çox gərginliyi azaldacaqsınız. 74. Sözlərə ilişib qalmayın. Başqalarının hissini oxumağın əhəmiyyəti. Başqaları ilə empatiya qurun. İnsanların hisslərini həmişə sözlə ifadə etmək olmur. Bəzi insanlar hiss etdiklərini izah etməkdə çətinlik çəkə bilər. Bax, elə bu səbəbdən başqalarının hisslərini oxumaq qabiliyyətimiz mövcuddur. Belə bir zen ifadəsi var. Nenge miso. Bu, Koan kimi tanınan Budda haqqında tapmacaya aiddir. Deyilənə görə saysız hesabsız şagirdlərin qarşısında Dharma kürsüsündə dayanan Budda kəlmə kəsməyib. Sadəcə əlindəki çiçəyi fırladıb və həmin vaxt çöhrəsini zərif bir təbəssüm oxşayıb. Şagirdlər əməlli başlı qayğılanıb və orada olanlar arasında Buddanın təbəssümünə təbəssümlə cavab verən yeganə şəxs Mahakashyapa olub.
Mahakashyapa Buddanın sözsüz jestini başa düşüb və bu dharma ötürülməsini qəbul edərək onun varisi təyin edilib. Hisslərimizi sözlə ifadə etməyə çalışmaq əlbəttə ki, hələ də vacibdir və əksinə başqalarının dediklərinə çox diqqət yetirməliyik. Ancaq sadəcə sözlərə qapılmaqla ən vacib olanı gözdən qaçırmamalıyıq. Biz təkcə başqalarının dediklərinə qulaq asmamalı, həm də onların hisslərinə empatiya qurmalıyıq. 75. Başqalarının fikirlərinə uymayın. Çaşqınlıqdan qurtulmağın sirri. Qətiyyətlilik özünə güvənmək bacarığına sahib olmaqdır. Zen bağlarında daşların düzülüşü mərkəzi rol oynayır. Zen bağlarında mikrokosmosları, simvolları və abstraksiyaları təmsil etmək üçün daşları saysız-hesabsız üsullarla konfigurasiya etmək olar. Bağ dizayneri və zen rahibi kimi deyə bilərəm ki, dizaynlarım zehnimin vəziyyətinə uyğun gəlir. Buna görə də zen bağlarındakı elementlər arasında belə bir müsbət gərginlik var. Gördüyüm iş faktiki olaraq öhdəsindən tək başına gələ biləcəyim bir şey deyil. Zen bağını salarkən böyük qayalar və ağaclar daşınmalıdır. Üstəlik müxtəlif alətlər lazım gəlir və işin özü komanda tələb edir. Yəni zen bağının salınmasında çox adamın əməyi keçir. Hərçənd təcrübəmə əsaslanıb deyə bilərəm ki, komandanın baxış bucağına çox diqqət yetirsəm, o zaman bağı öz fikirlərimin ifadəsi kimi tamamlamaqda çətinlik çəkərəm. Bu, kənardan məntiqsiz görünsə də, qayaların hansı istiqamətə baxacağını koordinasiya edərkən, yanımda nə qədər az insan olsa, sinxronizasiya bir o qədər asan başa gəlir və son düzəlişləri etmək vaxtı gəldikdə, bunu tək etmək daha yaxşıdır. Qətiyyətlilik özünə güvənmək bacarığına sahib olmaqdır. 76. İnancılı olun. Böyüklərinizin müdrikliyindən faydalanın. Yaşlı insanların hekayələrində həyatın açarlarını tapın. İnanca sahib olan və ya necə yaşamağın özəyinə bələd olanlar heç vaxt zərrə qədər ruhdan düşmürlər. Bu tamamilə şəksizdir. Bəs bu inancı necə əldə etməli? Ətrafınızdakı müəllimlərdən öyrənə bilərsiniz. Sözün həqiqi mənasında müəlliminiz saya biləcəyiniz təcrübəli insanları öyrənməkdən əldə edə biləcəyiniz bir sıra bacarıqlar var. İstər uğurları, istərsə də uğursuzluqları haqqında hekayələri dinləyə, faydalı nəticələr çıxara bilərsiniz. Ətrafınıza baxın, yəqin ki, çevrənizdə çoxlu yaşlı insanlar var. Onların hər birinin öz həyat hekayəsi, öz təcrübəsi və biliyi var. Bu, indiyə qədər həyatda öyrəndiklərinizdən daha böyükdür. Əla mənbədir və sizə o qədər yaxındır ki, yaşlı insanların gördükləri və yaşadıkları hər şey haqqında danışacağı hekayələr əvəz olunmazdır. Kitablarda və ya məktəbdə qazanılacaq biliklərdən fərqli olaraq bu, birbaşa ürəkdən gələn və canlı-canlı yaşanan təcrübədir. Onların gerçək hekayələrində həyatın açarlarını tapa bilərsiniz. 77. Bağla söhbət. Görünüşə qapıldığınız zaman mahiyyətə vara bilmirsiniz. Vabi-sabinin mənası. Zen rahibi özünü buddist təliminə həsr etmək üçün dağlara çəkilir. O, dağ başında hər hansı bir kənddən uzaqda qonaq qəbul edir. Sizi bura gözdən uzaq, könüldən iraq yerə gətirdiyim üçün səmimi qəlbdən peşmanam deyə ziyarətçidən üzr istəyir. Bu üzrxahlıq Yaponların vabi-sabi estetikasının ilk komponentidir. İkinci hissə sabi, oxşar hissləri ifadə edir. Bu qədər tənha və uzaq bir yerə gəldiyiniz üçün təşəkkür edirəm. Sabi həm də patina və ya pası ifadə edən amonimdir. Yaşla gələn gözəllik və ehtimal ki, rahibin təvazökar məskənini əks etdirir. Bu, rahibin tənhalığını və Yapon dilində sabishi ifadə edir. Bütün bunlar o deməkdir ki, vabi-sabinin ruhu başqalarına hörmət üzərində qurulub. Bu duyğuya zen bağlarında da rast gəlinir. Zen bağını dizayn edərkən qayaların yerləşdirilməsini və ya qumun yığılması nəzərə alınan ilk məqam deyil. Əvvəldə bu, müəyyən bir forma və ya görünüşlə deyil, bağın təcəssüm etdirməli olduğu hisslə bağlı olur. Zen bağı ilə söhbət etməyə çalışın. Bağ dizaynerinin çatdırmağa çalışdığı melanxolik gözəlliyi hiss edin və ona öz tərzinizlə cavab verin. 78. Kimisə xoşbəxt edin. Yeməklərinizi yaxşılaşdırmaq üçün bir şey. Yapon qonaqpərvərliyi hətta yemək masasında belə zamanın axınına təsir edir.
Qonaqları əyləndirərkən siz onları xüsusi, yüksək keyfiyyətli inqridiyentlərdən ibarət cürbəcür yeməklərə qonaq edə bilərsiniz. Necə deyərlər, qərb ziyafəti keçirərsiniz. Yapon qonaqpərvərliyi bir qədər fərqlidir. O, hər şeydən əvvəl mövsüm anlayışını nümayiş etdirir. Süfrəyə gətirilən təamlar mövsümə ideal uyğun məhsullardan hazırlanır. Və daha 2 element var. Mövsümü təzəcə keçmiş, gedən anı xatırladan bir şeyin izi və mövsümü yeni başlayan, yaxınlaşmaqda olanı nəzərdə tutan bir şey. Başqa sözlə, yeməyə əvvəlki mövsümün sonuncusu, cari mövsümün bolluğu və gələn mövsümün birincisi daxildir. Qonaq zamanın axınını, keçmişi, indini və gələcəyi ifadə edən bu sintezdən məmnun qalır. Yüksək qonaqpərvərliyə heç də ən zərif təamlarla nail olunmur. Qonaqlarınızı sevindirmək üçün istər hazırladığınız yeməyə, istərsə də verəcəyiniz hədiyyəyə vaxt axını duyğusunu qatmağa çalışın. 79. Ailənizlə vaxt keçirməyə zaman ayırın. Ailə daxilində insan özü olur. Həqiqətən vacib olan nədir? Ailəyə sahib olmaq nə deməkdir? İnsanlar evlənir, uşaq böyüdür, birlikdə yaşayırlar. Kənardan görünən budur. Həqiqətdə isə məhz ailədə əsl dinciliyi, emosional dəstəyi tapa bilirik. Ailəmizin yanında canfəşanlıq etmək və ya fərqli görünmək məcburiyyətində deyilik. Burada rahatca özümüz ola bilərik. Deyə bilərsiniz ki, zen həyat tərzi eyni şeyə can atır. Bu, sadə görünə bilər, amma əslində olduqca çətindir. Hamımız zəif tərəflərimizi gizlətmək və özümüzü olduğundan yaxşı göstərmək istəyirik. Düzdür, bunu çox sonra anlayırıq. Məhz buna görə də ailəyə ehtiyacımız var. Burada öz həqiqi mənimizi ifadə edə bilirik. Ailənizə yaxın yaşamasanız belə növbəti dəfə onlara baş çəkdiyiniz zaman onlarla oturub söhbət etməyə vaxt ayırın. Olduğunuz kimi görünə biləcəyiniz yer ailənizdir. Orada keçirdiyiniz vaxt yorğun bir zehni sağalda və ruhunuzu canlandıra bilər. 80. Sizdən əvvəlki nəsli yüksək qiymətləndirin. Burada və indi olmağın möcüzəsini kəşf edin. Əcdadlarınızdan heç olmasa birinin yoxluğu, mövcudluğunuzun üzərindən xətt çəkərdi. Keçmişdə Yaponiyada böyük ailələr çox idi. Baba və nənə, sonra valideynlər, sonra uşaqlar. 3 və ya 4 nəslin bir dam altında yaşaması ailə tarixinin ötürülməsinə rəvac verirdi. 80 yaşlı baba 5 yaşlı nəvəsinə öz babasından danışa bilərdi. Nəvə 200 il əvvəlki hekayələri eşidirdi. O, əcdadlarının necə insanlar olduğunu bilirdi. Bu, onun ailə tarixçəsini həqiqətən canlandırır. Siz məhz əcdadlarınızın sayəsində bugün buradasınız. 10 nəsil geriyə getsəniz, 1000-dən çox əcdad tapa bilərsiniz. Təsəvvür edin ki, əgər siz 20, hətta 30 nəsil geriyə getsəniz, daha nə qədər insan olardı? Bu, 1 milyondan çox edərdi. Və əgər bu əcdadlardan yalnız biri aradan götürülsəydi, siz doğulmazdınız. Bu cür düşünəndə əcdadlarına minnətdarlıq hissi keçirməyə bilməzsən. Sənin burada olmağın həqiqətən möcüzə kimi görünür. Bu möcüzəni dərk etdikdə həyatın qiymətli olduğunu anlayırıq.